Uşaqlar, bugünkü kısa bir video çəkmək istəyirəm. Bu kompüter mışıdır, bax görürsünüzmü? Bu yaxşı işləmir. Bunun təkərək var da, bunu aşağı yuxarı videonu yuxarı eləmək istəyəndə ancaq tərpənir. Yaxşı işləmirmiş. Onun üçün nə eləmək lazımdır? Bax budur, söhmüşəm bunu. Bax burada görürsünüzmü? Bax bunun bu hissəsi, bax bu hissəsi. Gəlib bax burada dircək var. Burada. Dircək də bax budur. Görürsünüzmü? Bunun içində də kontaktlar var. Metal kontaktlar var, mistem kontaktlar var. Bu çəkim. Görürsünüzmü? Ve bunun içində də bu tərəfdə, bu hissədə. Görürsünüzmü buradan? Bu hissədə, bu hissədə. Burada da kontaktlar var. Bu dircəkdəki kontaktlar bunun üzərində hərəkət edir və burada komanda verir. Bu komanda aparat vasitəsilə prosesora və kompüterdə siqnal əmələ gəlir və istədiyimiz komandaları burada yerinə yetirir. Onun problemi nədir? Burada bu kontaktlar pozulur. Yəni çirklənmə olur. Müəyyən vaxt keçiləndən sonra burada oksiləşmə baş verir, korroziya oksiləşmə baş verir. Və bunun üzərindəki kontaktlar vasitəsilə buradakı kontakt yaxşı getmir. Ona görə də bir də görürsünüz, gah hərəkət edir, gah hərəkət eləmir, gah siqnal verir, gah siqnal vermir. Bir də problem yaranır bu knopkalarda, görürsünüzmü? Əsas knopka bu birinci soldakı knopkadır, yəni əsas bununla işləyirik. Və görürsünüz, basırsan siqnal getmir, işləmir, ya 2 dəfə, 3 dəfə basmaq lazımdır ki, işləsin. Yəni bunu da açıb təmizləmək olur. Bunu satışda mən görməmişəm bunları. Ola bilər var. Yəni mışın özü elə bahalı şey deyil, amma yəni əgər kənd yerində yaşayırsınızsa və yaxud əlçatan yerdə yoxdursa, onda nə eləmək lazımdır? Bunu əgər bacarırsınızsa, müəyyən qədər əlinizdən iş gəlirsə, bunu söküb, bunu paykadan çıxarıb, bunun içərisində kontaktlar var, onu təmizləmək lazımdır. Və yaxud əgər bu da baş verir, bunda da kömək eləmirsə də, 1-2 dəfə mən də bunu dəyişmişəm, kömək edir. Sonra bunların yerini dəyişirsiniz. Əsas işlək bu knopka olduğu üçün bunu götürürsünüz, bura payka edirsiniz, bunu da çıxardıb bura payka edirsiniz. Bu sağ tərəfdəki elə siz deyən işlək deyil. İndi mən bunu təmizlədim. Spirtlə, bir də bu vatno palaşka deyirlər də, pamıq çubuğu vasitəsilə. Bunu təmizlədim, indi qaytarıb yığıram və bununla da işləyir. Bu birinci dəfə deyil, yəni belə bir problem olur. Buna deyirlər enkoder, bunun özü deyir enkoderdir bu. Dircəkli. Kitayda satılır, AliExpress'də satılır. Elə də bahalı şey deyil. İndi əlimdə olmadığı üçün ona görə bu təmizləyib yerinə yığacağım. Belə bir kısa bir video. Sağ olun. Gələn görüşlərə qədər.